yaradıcılığı. Bulaq. Axşamınız xeyir olsun. Elimizin yaxınında, uzağında məskən salan Babadağ, Qoşqar, Şahdağ, Kəpəzdəki dayağı olan torpağımızın qoynunda bina quran, dövran sürən elimiz, günümüz. Həmişə xeyirlə qarşılaşasız. Qorxu dalqışlı, Koroğlu təpərri, Ələsgər ilhamlı, açıq süfrəli, toylu busatlı obamız. Ağsaqqallarımız, ağ birçəklərimiz, igid ərənlərimiz, əriyənlərimiz, ər hünərli gəlinlərimiz. Erdiklə xoş gördük sizləri. Ağ ürpəkli ulu dağlar qış yuxusuna varar, bir-birinə söykənər, bir-birinə dayaq olar, mışıl-mışıl yatar sıralı dağlar. Başı ərşə dayanar, ayağı ana torpağın qoynunda qərar tutar ulu dağların. Zirvələrə qar ələnər, dağ üstünə dağ qalanar, fikrə getmiş nurani qocaya bənzər. Qoca palıd qar altında da öz qəddini əyməz. Meşə quşları cikkildəşə var gəl eləyər. Qarlı budaqlarda çox da qərar tutmazlar. Meşəbəyi köhlən belində tez-tez baş çəkər, yuxuya varmış meşəyə. Doyunca qulaq kəsilər dağlara, meşələrə, budaqların şaxtayla çəkişməsinə. Şənliklərdə bu vədələr cəmaatın başı biraz işdən gücdən ayazıyar. Əkinçilər, biçinçilər ağ yarpağa bürünən zəmilərə göz yetirər. Ağsaqqallar yağmurlu keçən qışın bərəkəti bol olar deyər. Hər şey də bolluğun başında deyilmi? Bolluq olan yerdən deyiblər dərd azar da qaçaq düşər. Həmişə bolluq içində olasız, istəylilər. Malqaranın da əl-ayağı çöl bayırdan yığışar. Damlarda məskən salar elin maldavarı. Yayda yığılmış ot ələf, indi hoyuna yetər maldarlarımızın. Yayda təpənmiş, tıxanmış mərəklərin ağzı qışda açılar. Allı güllü biçənəklərdən çalınmış otun ətri yada yaşıl-yaşıl yaylaqları salar. Qaragöz inəyin bayda boyda yelinində neçə körpə payına çevrilər bu ot ələf. Reyhan nənə inəyi sağmazdan öncə heyvanı eydirər. Əvvəlcə buzovu buraxar inəyin altına. Buzov bir-iki ağız əməndən sonra onu burun tağlayıb bağlayar inəyin qabaq ayaqlarına. Sonra da nətəri deyərlər, yelin pardaqlanar, süt şırıl-şırıl şırıldayar. Bir göz qırpımında sərnic dolar, daşar. Qışın buz qatığındakı keçmə. O da ola danalı inəyin qatığı. Nənələrimiz demişkən kərpiş kimi qaşıq batmaz, bıçaq kəsməz. İndi çobanların işi gücü, narahatlığı döl çağıdır axı. Dünyaya gələn hər totuq quzu çobana fərəh gətirər. Sevincinə sevinc qatar.
Balaca quzular analarının qarnına kəllə vura-vura quyruqların tərpədə-tərpədə ağız dolusu əmər. Çobanlar körpə quzuları gecə ayrı ara kəsmələrə doldurar. Gündüzlər yenə də analarını yanına ötürər. Qar ara verəndə, hava sakit olanda sürünü çölə çıxardar çobanlar. Yatağın ətrafına yayılar sürü. Çoban tütəyinin səsi o həndəvərləri başına götürər. Yolla gedən yolçunu yolundan eləyər. Çiynində qara yapıncı, lap elə qaraca çoban sayağı sürünün başına pərvanə kimi dolanar Həmid kişi. Elə ki axşam oldu, sobalara güc verər nənələr. Sonra da nəvələrini yığar öz başlarına. Körpələr də qısılar ixtiyarların dizinin dibinə ki, nənə, nağıl danış, nənə, nağıl danış. Nənə də əvvəlcə ocağın közünü kösöyünü səhmanlayar. Biş-düş hazırlayıb, mal qoyunu irahlayandan sonra başlayar istəklilərinə nağıl danışmağa. Nənə nağılı baldan şirin olar nəvələrdən ötürü. Nənə nağıl danışar. Cırtdan divin başına oyun açar. Nənə nağıl danışar. Məlik Məmməd zümrüd quşunun qanadlarında 3 aylıq yolu 3 saatı başa vurar. Nənə nağıl danışar, ağ atlı oğlan at belində qoş tək səkər. Körpələr nağılla yuxuya gedər, bayatı ilə, oxşama ilə yuxudan oyanar. Üstünüzə xeyirli səhərlər açılsın. Kimi odun yarar, kimi malqaranı suvarmağa aparar, kimi də təndirə od salmağa hazırlaşar. Uşaqlar xizəklərini götürüb yaxındakı təpələrə tərəf üz tutar. Beləcə bir müddət qarda sürüşər, oynaşar körpələr. Yanaqları alma yanağı kimi qızarar, nəfəsləri od kimi püskürər. Beləcə nənələrin nağılı ilə, laylası ilə böyüyüb ərsəyə çıxar noğul balalar. Belə günlərdə Yetər nənənin isticə xörəkləri ağızları dada gətirər. Torba-torba əvəliklər, quru zoğal, ərik qaxı, kəhli yotu, yarpız, qurudulmuş dağ kişnişi xəstəlikmi qoyar yaxına? Yetər nənənin xəngəlini, süddü əvəlikli istisini, turşulu ərişdəli istisini, bəhməzli xəşilini, sarımsaqlı yarma xəşilini, ərişdə aşını, hörrəsini bir yiyən 5 də arzular. İraq sizlərdən istəhlilər. Evdə eşikdə, qonumda qonşuda soyuqlayan, naçaqlayan olanda Yetər nənə qabaqca naçağın belinə küpə düzdürər. Dalınca da bir cam turşulu ərişdəli isti içirdər. Bir də gördün azarlı adam bu de puçur-puçur tərləyir. Keçmə Yetər nənənin şirin söhbətlərindən, duzlu sözlərindən, nağıllarından, boyatılarından. O həmən Yetər nənədir ki, neçə kərə Bulaq dədənin qonağı olub. Bugün Yetər nənənin dilindən bir neçə bayatı söyləyəsiyik sizlərə.
doğdu düzə düşdü, kölgəsi üzə düşdü. Qürbət aranı kəsdi, ayrılıq bizə düşdü. Əlimdə var bağlama, mən getdim, sən ağlama. Bəlkə getdim, gəlmədim, namərdə bel bağlama. Bu dağlar daşdı dağlar, səndən kim aşdı dağlar? Yatdım yuxuya qaldım, maralım qaçdı dağlar. Bostan əkili qaldı, toxum səpili qaldı. Hara qoyub gedirsən, külfət tökülü qaldı. Tərxun əkdim bel ilə, hey suvardım sel ilə. Mən yarımdan dönməzdim, döndərdilər fel ilə. Dağda qarım var mənim, bağda barım var mənim. Səndən ötürü ürəkdə intizarım var mənim. Uluca ozanlardan, Oymaq gəzənlərdən. Sizə kimdən xəbər verək, kimdən danışaq? Aşıq Bilaldan. Aşıq Bilal ötən yüzilliyimizin axırına yaxın Şamaxının Qəmət kəndində dünyaya gəlib. Aşıq Bilal körpə yaşlarından atasını itirib, gözü ilə odlar götürüb, uşaqlıqdan aşıq sənətinə maraq göstərib. Toylar yola salıb, həsrətləri qovuşdurub, yeri gələndə mollaları, bəyləri, azğınları sözlə hədəfə qoyub, heç kimə də baş əyməyib. Onun söyləmələrində zalimların əlindən gileygüzar oxunur. İndi Aşıq Bilalın 3 söyləməsini yetiririk qulluğunuza. Zülmündə qalan bir aşıq, olmasın bəs günü qara neyləsin? Haq sözü danışan çox aşıqları, çəkirlər boğazdan dara neyləsin? Nə haq çatırdada, nə də ki bəndə, kənd xuda qurd olub, soxulub kəndə. Acıdan ağlaşan kasıb görəndə, tuturlar atəşə, nara neynəsin? Qəlbim haq çağırar, dilim ədalət, zaluma zülm edin, məzluma hörmət. Çox çəkib dünyada Bilal əziyyət, kəsilib hər yandan çarə, neyləsin? Məni bir qələm qaşdının, nazı öldürdü. Çiğni xurmayı saçdının, sözü öldürdü. Ağ əllərə hana yaxdı, zülfünü boynuma taxdı. Naz eləyib mənə baxdı, gözü öldürdü. Yar başına dolanmazdım, eşq oduna qalanmazdım. Əğyar olsaydı yanmazdım, özü öldürdü. Dəryalarda olar ada, mənə gəlsin yardan qada. Bilalı yar bir də badə, düzü öldürdü.
Bir gözəlin həsrətini çəkirəm. Ağ üzündə onun qoşa xalı var. İstəyirəm nişan qoyub toy edəm. Deyəsən dilbərin xam xəyalı var. Sorağında eli obanı gəzdim. Tapmadım cananı, hicrana dözdüm. Ağladım, ağladım, canımdan bezdim. Göllər sonasının gül camalı var. Kəmər alıb bağladım yar belinə. Şana aldım, aldı taxtı telinə. Gedib düşüb dilbilməzin əlinə. Gecə gündüz evdə qeylüqalı var. Aşıq Bilal deyir, yox imiş baxdım. Yağ kimi əridim, su kimi axdım. Sinəmi yar üçün odlara yaxdım. Bilmədim ki, özgə qalmağalı var. Bulaq dədənin taxçasından, Babaların söz buxçasından. Bulaq dədənin elçisi Borçalıda səfərdə olub. İpək nənələrlə görüşüb, ağsaqqalların nəsiyyətini götürüb bir neçəsinin səsini yazıb özü ilə gətirib. Həmən ağsaqqallardan Faxralı şenliyində ağız dolusu danışarlar. Qocalardan biri də İsmail babadır. El içində onu Kələş oğlu İsmail kişi tanıyarlar. Hümbət babanın yaşıdıdır. Ömrünün 2. yüzilliyini yaşayır. Sözü sovu əski olmuyor Faxralı şenliyindən. Həmişə sayılan ağsaqqallardan olub, məclislər başında yeri olub. İndi İsmail babanın Şah İsmail dastanından nağıl elədiyi bir parçanı sizə yetiririk istəhlilər. El obaya çatdırmağı özünə borc bilir. Şah İsmail kızın dalına gelir bir Qalaşıya rast gəlir. Qalaşıya baxır görə heç bunun yolu yoxdur, izi yoxdur. Səndən burada Qalaşıya bir söz deyir. Tağın ərşə çıxıbdır, saray səndən yol istərəm. Yolun yox, yolağın yox, saray səndən yol istərəm. Güzümü göydən indirirəm, gücümü sana bildirirəm. Tilisim olsan sındırırım, saray səndən yol istərəm. Şah İsmail'dən dad eylərəm, Şah Heydarı ad eylərəm. Yıxaram bir vad eylərəm, saray səndən yol istərəm. Genə çəkildi deyə, güzü buladı bir çıfarın bir örneğiyle sığırdı ki diye, bir yol açıldı diye. Derden bu yoldan çıktı geçti borsa. Geçti ki bir ortağın içine kapısını açanlar baktı bir kız oturuyor. Kız da kirmiş o söylüyor, hiç kim yoktu diye. Kızı ne kadar dindiriyor değil, kız bilmiyor. Burada senden kıza söz bir. Kaçırdı eğlenen güzel, ben senin elin yoktu. Riyah silfin olup perişan, el şanada selin yoktu. Güzel sana ne oluptu, peyven alem doluptu. Belki bilbilin ölüptü, tek sonasan gölün yoktu. Şah İsmail'e derdini söyler, bağrımın başını çeyler, konağınam hoş geldim eyler, belki lalsan dilin yoktu. Belə deyəndə, Kız Aslı diyor ki, başına döndüğüm ay duran şahsede, bu melik ömrümden ne danışayım, ne diyeyim? Ne gecem gecedir, ne gündüzüm gündüz. Bu melik ömrümden ne danışayım, ne diyeyim? O kalem kuşlar özü durup havada, elim Allah'lar, dilim duada. 7 kardeşim var, 7'si de davada. Bu melik ömrümden ne danışayım, ne diyeyim? O zalim düşmanlar durubdu qəslimdə, peykan müyənləri kaman dəstində,
Pərin deyir, mən çəpərin üstündə. Bu məllik onunla nə danışım, nə deyim. Yəni 7 qardaşım var, 7-si də davadadır. Mənim üstümdə davadadılar. Bu vaxtı miri gelir, burada gene bunun sözləri var. Onlar qalsın qoy. Gelir, bir yolda da asib olur, at defensçilik edir, bir yıxılır, burada asa da bir tərifliyir. Səhərdən bir kəhli keçir toruma, oyunu saçılıb quş verər gedər. Qorxusundan dodaqları çatlayır, ağlayar gözündən yaş verər gedər. Aldı şahismir. Deyir, qoy ki, iş nə sayar belə sözləri, ordular yığılsa döş vurar gedər. Naxalef görəndə salar yeksana, ömrünü fanaya püş verər gedər. Deyir, bir adam ki, özünü salsın dərya umana, onuca qıydı o şirin cana, çalxanar çıxmaz bir yana, sinəsini kamana tuş verər gedər. İki ağız bayatı da İsmail babanın ömürgün yoldaşı Tükezban nənə söylədi. Çox bilirdi, amma sözünün yarısında doluqsundu. Danışa bilmədi. Biz də daha dirənmədik. Dedik qoy qalsın sonraki görüşlərimizə. Dağlara binə gəlləm, gedərəm yenə gəlləm. Oğul üzünü görsəm, imana binə gəlləm. Ölüm aləmim var, gümüşdən qələmim var. Oxumuşam kəlamım var. Oğul uzaqdan uzağa sana çox-çox salamım var. Sağ ol bala. Bulaq dədənin taxçasında bir nəfərin də səsi var. Şair İsmail Güllərin. İsmail Güllər Hümbət babaya, İsmail babaya baxanda cavandı. 65 yaşı ola olmaya. Qurbani, Abbas Tufarxanlı, Xəstə Qasım, Dilqəm, Aşıq Ələsgər, Aşıq Şenlik, Şair Nəbi kimi neçə aşığın, şairin söyləmələri İsmail Güllərin könül həmdəmidir. Onun havasıdır, suyudur, çörəyidir. Bugün İsmail Güllər öz şair babası haqqında söz açacaq. Cavanlıqda babasının başına gələn eşq macerasını nağıl eləyəcək. Güllər pərisi hansı ki ona şair pəri də deyirlər. Onun dediyinə görə təxminən 109 il bundan əvvəl babam, adım qoyulan babam İsmail Orucoğlu Qız Yetər adlı bir qızı sevir. Ancaq bu babamın özünün bir növ əmsi qızıymış, Qız Yetər nənə. Odur ki, qızı buna vermirlər, deyir, başqa yerə verəcək. Ancaq qızla sözləşirlər, arada olan adamlar xəbəri aparır, gətirir ki, hə, bax, mən səni alacağım. O da deyir, mən sənə gedəcəm. Kimə verirlər, versinlər. Bununla da bir gün babam İsmail Orucoğlu qıza xəbər göndərir ki, bu üst yanımızda olan bir dağ var, ona deyirlər Qarabulaq. Yovşanlıda deyirlər, Qarabulaq dağı da deyirlər. Deyir, qızlarla bu dağa çıxarsan, mən səni orada gözləyəcəm. Gələrsən, mən səni görərəm. Gözləyir, gəlmir. Odur ki, babam baxır, görür ki, gəlmədi. Kəndin yuxarı hissəsində də bağ varmış. Deyir ki, burada da olmasan o bağlara gələrsən. Buraya da gəlmir. Nəhayət belə olur ki, daha heç gəlmir. Babam Beykif axşam qalib gəlir, həmin ara adamla danışır ki, bu əhvalat nə oldu? Mən ona söz vermişdim ki, filan yerə gedəcəm. Niyə gəlmədi? Deyir, doğrudur demişdi, ancaq babam Maşadı Usuf məni heç yana qoymur çıxmağa. Onda bu, həmən o dağda belə demişdi. Gedib deyirsiniz o nazlı yara, səhərdən çıxarıq dağlar başına, hər zaman gülündən ayrı düşərsə, məskənini salsın bağlar başına. Görünsə gözümə çarpaz ətəklər, yetirirəm özümü, bil ki o dəmlər, ağlama gözündən axmasın nəmlər, dolanaq bostanda tağlar başına. Çünki o zaman çarpaz ətəkli kəmər qurşuyarlarmış. Ona görə deyir ki, çarpaz ətəkli kəmərin görünsə, mən sənə özümü yetirəcəyim. Seyraqıflar doğru xəbər gətirsin, sevgilimin cavabını getirsin, İsmail'in mətləbini bitirsin, çal olsun damanını sağlar başına. Bu sözü də deyir, bax sən gəlmədin, mən də deyir, belə dedim. İndi o ki belə oldu, qız gəlinlə suya çıxarsan, ha zaman ki onlar suya gedəcək, o zaman kənddə bulaq yoxmuş, müəyyən yerlərdə quyu zad varmış. O quyu da xalqa çatışmırmış, kəndə bir balaca arx gəlir, ona deyirlərmiş Çırnovuq arxı.
Bu arxuzunu gedərlərmiş 2-3 verslik, yəni 2-3 ağac kənddən uzağa gedib oradan suyun durusunu tapanda oradan gətirərlərmiş. Orada da kənd kəsək heç bir şey olmayıb, kəndin yuxarı hissələrində bağ olub, moruqluq, göyəmlik, ağaçlıq, qalınlıq, zıbınlıq yerlər olub, köhnə qayda ilə desək. Gedib babam orada bu ağaçların dibində gizlənib, gözləyib, ayağının birini qaldırıb, birini salır ki, indi qız yetər gələcək. Gəlmədi. Axırı İsmail baba orada da belə dedi. Dizdə talat qalmadı, gözdə də qara. Gözləməkdən yollarını bir qızın. Bax tapar başına kümbəzi kəmər, nə qucursan bellərini bir qızın. Tükəndi səbrim, gəlmir qərarım. Günü gündən artır dərdim məlalım. İlqarına xilaf oldu maralım, şana tutub tellərini bir qızın. İlqar verən ilqarına düz olsun, İstəməyən 50 olsun, 100 olsun, öz sözümüz aramızda düz olsun, dolanıram çöllərini bir qızın. İsmail'in başı çəkər qovqalar, sevgi sevən sevgisindən zövq alar, çata bilməz laçın olsa qarqalar, bir tutoydum əllərini bir qızın. Vaxtımız buradaca tamama yetir istəhlilər. Ağsaqqal nəsiyyəti qulağınızda sırqa, ağbirçək alxışı üstümüzdə həyan olsun. Qar altında mışıl-mışıl yatan taxıl zəmiləriniz üz ağarsın, bərəkətli olsun. Oğul toyu görün, qız köçürün, doqqazınızdan zurna-qaval səsi əski olmasın. Bu dəfə bulağı İlham Məmmədov qələmə alıb. Sağ olun, sağlıqla qalın.